Bugün sizlerle birlikte 24 saat boyunca Kaza oynayacağım. Videonun başında gördüğünüz gibi Kaza'yı açtım. Tez Kaza'mız gelir dostlar. Bu videoyu qəşəng eləmək üçün nə qədər altın və güc puanı birləşdirdim. Tez gelişdirək. 11 seviyemize kadar. Və 11 seviye elədik. Nə qədər 10.000 altınımız var. Hiper şarjımızı alaq. Aksara baxaq. Aksarımız birincidə nədir? Kazanır və birləşdirir. Məncə bu da yaxşıdır. Çox insan da bunu istifadə eləyir. Tez alaq. Bir əşyamızı təbii kalkan aldıq. Yıldız yüzlərimizə baxaq. Bir düşmana kritik noktasını vurmaq onu %30 yavaşlatır. Bir dəqiqə. İşaretlerin düşman yok ettiğinde diğer düşmanlara alınan hasar verir. Baxaq. Yelpaze saldırının başta yakalanan savaşçılara cephanesi azalır. Aksariyet süresini artırır. Məncə bu daha yaxşıdır. Mən bunu istifadə edəcəm. Sonra ikincinə də bunu istifadə edəcək. Və dostlar ilk turumuzu tek hesaplaşmada oynayaq. Aslında botlarla yani bir tur karakter görmək üçün oynayacağım. Video sonrası heç bir dəfə belə oynamadım videoda 0 kupadan başlamaq üçün. Başladıq. Dostlar həyatımda ilk dəfə Kaza oynayıram. Və yəni inşallah dəyər dostlar bu qədər altın güc bana. 2-3-ümüzə birdən vuraq. Hop. Aha. Hasarını bəyənirəm. Hasar yaxşıdır. Hop. 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 Digər formuna yoxlayaq. Baxıram. Bu formdakı ultisi çox yaxşıdır. Digərindəki daha çox üçlü oyun modlarında işə yarayır. Sadəcə məktəbdən gələn məzuniyyət mahnılarını eşidirəm. Sonra hiper şarjı da oldu hələ. Hələ yəni heç görünüşə görə hiper şarj çox tez olur. Tez öldürək bunu. 8k vurdu dostlar. Ult kasalım. Ultini ölmək istəyirəm. Gəl bura. Neyse boş verin. Can bastıq. Baxın belə hallarda can basmaq çox şey yarayır. Onda dostlar mən botlar keçib gəlirəm. Dostlar botlar keçdim. İndi ilk həqiqi turumuza başladıq. 6000 canlar var kutular. Niye? Botlar qarşı oynayanda 8500 idi. Yəqin rəqibə düşük kupa atmam. Çünki yəni botlar olanda hamısı 11 seviye olurdu. Çünki yəni mənim səviyyəmdə olurdu karakterlər. Baxaq neçə səviyyə. 6000 can var dostlar. Dostlar. Bazı yanında nəsib var dostlar. Videonun davamında kupası artanda mənə kasmağa kömək eləyəcək. Onu da bu arada Fengini 1000 kupa eləməyə çalışacaq. Mən Kaza kasarkən. Çətin olacaq amma neysə. Gedək. Görək necədir. Hop. Neyse. Hələ də ultim var. Karakteri mən çox yaxşı öyrəndim. Yəni kasması çox rahatdır. Öləcək mi? Ölmədi. Can basırıq və yanına gedirik. Sonra bir Kaza qaldı. Amma mənim 10 yüküm var. Yəni bu hiper həqiqi oyunculara qarşı daha çox işə yarayır. Onda çıxaq və 125 kupa gəldi. Buradan 50 kredimizi alaq. Açırıq. 1500 altın. Bunu da ünvanını almamı istəyirsiniz sizə yaza bilərsiniz. Onda savaş topuna keçək bir də. Görək necə olur. Savaş topuna. Sonra seri kasmağa çalışacağım. Nəsib bu turdan sonra səni yanıma çağıracağım. Yaxşı mı? Sən də Mortis falan seçərsən. 2 kupa.
Topu mənə verin. Verin də. Start, test, gol ataq. Hop. Ölər məncə o. Hop. Neyse, pis oynadım mən də. Çünki mən odun dibinə girmək biraz böyük bir səhv idi. Dostlar, hesablaşma oynarkən fikir verdim. Yəni karakterin hiper şarjı çox sürətli dolur. Yəni o qədər sürətli dolur ki, ağı çıxardıblar məncə. Nerf gələcək. Nerf gəlmədən öncə kasmaq istədim. Ona görə elə 11 səviyyə elədim. Yoxsa mən karakterləri 11 səviyyə eləməyi sevmirəm. 9 səviyyədə buraxıram. Test. Start test. Hiperli ultimizi atdıq. Vurdum. Bunu öldürdüm. Testdən bastım. Ultimi attım. Onun çıxış tərəfində öləcək məncə. Və atdı. Çox qəşəng atdı. Qəşəng. Kazanma serimizi görək bu videoda neçəyə qədər qaldıra biləcək. İndiyə qədər ki 24 saat videolarının heç birində ondan çox eləyə bilməmişdim. Çünki həmişə 0 kupadan heç vaxt başlamamışam 24 saat videolarına. Gol yedim ama ilk bu kupada ölmək istəmirəm. Uduzmaq istəmirəm. Ona görə də ikisini birdən təklədim. Cam doldurmasını gözləyəcəm. Yenə öldüm. Neyse, gol atarıq məncə. Yəni Chester güclü karakter olduğunu düşünürəm. Uzatmalara qalsaq təəccüblənəcəm. Test gedək buradan. Ay, öldü mü? Öldü o. Və İnşallah kazanma serimiz qurtarmaz. Getməz də doğrusu. Və Startes topuları atıram. Sürətlənmə gəldi. Və atdıq. Neçə kilo aldım baxıram. Və 18 kilo almışam. Chester'da 0-5 oynayıb. Neyse, azından topu tutmuşdu. Və dostlar, Nəsbiyamı çağırıram. Dəqiqə. Nəsbiyar. Başla. Bir dəqiqə gözlə. Dostlar, Nasıl fənk seçsin? Yüksək kupa oyun yaptı. Bu karakterindən baxaq yüksək kupada necə olur. Əsbə desən, yaxşı. Təzə videoda necə kazanma serisi eləyə biləcək. Neyse, onda dostlar, bu yüksək kupa attılar doğrusu. Topu tez attım. Sürətlənmə gəldi. Rakipte de 11 seviye karakterler var. Hop. Can bastım. Nasıl atarsan bence. Tamam. Neyse, can sağlığı. Start. Hop. Dostlar. Test. Buradan gidelim. Ama vursa öleceğim ama. O biraz pisti. Hop, attım. 1-0. Usta bayaqçı turdan daha sonra oldu bu. Öldürdük və buradan sonra da gol atacağıq. Və attım. Attım. Neyse, yandaş attı. Devam.
Sonra biz biraz da kasıp geldik. Dostlar ben biraz kastım. 199 kupa oldu. Bunda bir de 200 kupa oyununu oynuyoruz birlikte. Kazanma serisi niye getdi diye soruşmayın. Talihsiz hadiseler nəticəsində getdi. Neyse boş verin. Biz yukarıdaki kutumuza gidelim. Dostlar insanları saldırırken bu birinci modda saldırmayın. Bu mod daha yaşlıdır. Yani bakın tutturması da rahat. Diğer vuruşta, diğer modda çətin oynanır. Yani bakın böyük vuruş gələcəkmi, gəlməyəcəkmi, kritik vura biləcəkmi, vura bilməyəcəkmi derdi. Çətindir. Ona görə hələ 10 nəfər var. Necə olur bu? Neyse tez buradan yüklərimizi alaq. Tikə saldırmayacağım. Tikdir yani. Biz de buradan yüklərimizi alaq. Şurada bir kazı yenə var. Yüklərimizi alaq biz. Yox, boş verin alaq. Dostlar tik kazayı öldürdü. Tez bunu öldürək. Neyse asla kafası belə məni öldürə bilməz. Biz bunu belə... Sen burada özünü. Ben buradan gedirəm. Siz buradan kaçaq. Zərin içindən. Burada adam var mı diye baxır. Tam doldurdum. Tez buradan. Karakteri 1000 kupaya doğru tez bir formada kasacağım. Narahat olmayın. Tez gerek. 12 üçümüz oldu. Ve öldü. Can basmasaydım öldürecek. 7 kalıyoruz. Da buradan bir çıxaq, baxaq. 56 kupa geldi. Ve görək bu video 27k olabiləcəkmi? Bu arada dostlar şeyimi 280 kupaya kastım. Köhnə rekorumuzda keçməmiz az qaldı. Gördüğünüz kimi artıq 1000 kupa 4 adet karakterimiz oldu. Artıq 1000 kupaya karakteri kasmaq bizlər çətinləşdi. Çünki artıq 9 səviyyə karakterlər var 900 kupalarda. 10 səviyyə Frank var. Frank aslında 900 kupa eləməyə çox çətin idi. Stu və Rico yoxlayıram. Hər ikisini oynamaya çalışıram. O qədər ki oynamışam, ustalıqlar belə 6-2 oldu baxın bu. 6-2, 6-3 az qalıb. Neyse digər turumuza keçək. 15-ci rütbədə eləyib son maçında gəlir. Bu video burada sonlandıraq. Bu videoda yəni 228 kupaya qədər kastım. Video sonrası bəlkə yenə kasarım, amma %100 kasacağım. Sağ olun, sağ olun.